Gördüyünüz kimi Lavoy kolonka problemi. Bu məhz sizə aiddir. R bölməsində yazın ki, kimin avtomobilində nə problemi varsa və ya belə deyək də, kimin başına nə gəlibsə məsəl üçün R bölməsində yazsın, paylaşımlar eləyin ki, çox bir insanın qabağına çıxsın və görsünlər, yararlansınlar. Yəni bu məqsəd nədir? Forumlar olur ruslarda. Yəni elə bir forum kimi bir şey. Məsəl üçün bir avtomobildə periodik daimi olur ki, məsəl üçün hər bir avtomobilin özünə məxsus problemləri var və hər bir kəs idarə etdiyi avtomobilin markasını, yaşadığı problemi və həllini yazsın ki, bəlkə kiməsə köməklik eləmiş olarsınız. R bölməsində gözləyirik. Ümumiyyətcə bu avtomobildə də diaqnostik eləmişik. Lavoy kolonka, razvalni vtulkalar, Kia-Ceed-lərdə ən çox sıradan çıxan balaca razvalni vtulkalardır ki, və gördüyünüz kimi Lavoy kolonka. Yəni qruntavoyda bərbad vəziyyətdə, dəhşət dərəcədə səs edir. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.